Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in ve la'netullah ala a'daihim ecma'in. Minel an ila qiyam yevmiddin. Amine ya rabbel alemin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yefqahu qavli. Olmuş şeytanın şerrinden Allah'a sığınıram. Rəhman, Rəhim olan Allah'ın adıyla. Allah'ın salam və salavatı olsun Peyğəmbər və onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi kanaldan izləyən dəyərli həmvətənlərimiz, hər birinizə xoş gördük. Quran elmləri dərsində 401-ci video çəkiliş. Bugün 26 yanvar 2026-cı il. Bu kitabda 167 yeni mövzu, 3-cü fəsil, yeni mövzudur, maraqlı mövzudur. Bəhsli mövzudur, araşdırmağa ehtiyacı olan bir mövzudur. Bu barədə mən kitabın özündən nə deyəcəm? Kitabda olmayanlar inşallah mən qeyd edəcəm gələn dərslərimizdə. Əhrufu səbə. Əhruf, hərf sözünün cəmidir. Hərf, bizim düşündüyümüz hərf. Leksikologiyada hərf, Quranda iki yerdə var, olmalı bir iki yerdə. Alə hərfin. Bir hərf üzərində. Hərf, mən demişim, yəni təkrar edim. Məsələn, hər hansı bir dördbucaq bir şeydir. Dördbucaq. Bunun künclərinə hərf deyirlər. Biz deyirik bucaq, künc, qıraq, düzdür. Ərəblər məsələn bu künc yerinə deyirlər hərf. Bu bir dənə bir şey nəsə saxlaya bilmir. 4 dənə olmalıdır ki, olsun nə? Dayaq ünvanı, düzdür. Hökm bu 4 dənə hərf, 4 dənə sütun olmalıdır. Bu hərflər yığışı bir olur nə? Bir dənə kəlmə. 2 dənə hərf də olsa, 3 hərf də olsa bir dənə kəlmə mənasını ifa edirlər. Mümkündür, hətta var bizim dildə, ərəb dilində var ki, bir dənə hərf də məna verir. Məsələn, o hərfi kimi olur şəxs əvəzliyi, a, təəccüb ünvanında və s. Hər bir halda sözün mənasındadır, qıraq, künc, bucaq mənasındadır. Yəni, o insanlar Allaha ibadət edirlər, hələ hərfin, bir hərf üzərində, tək tərəfli, çox dərin düşünmədən, namaz qılaq və s. Yox, dil olmaz elə bir şey. Lüğəti mənası odur. Əhruf hərflər deməkdir. Səbə, yəni 7. Bir şey düşür yadıma, bu siz qeydlərsiniz. Bəlkə bilirsiniz var, tabii bilirsiniz çox güman. Deməli, bir nəfər riyaziyyatçı sual verir ki, İmam Əliyə o hansı ədəddir ki, onu, o ədədi 1-dən 10-a qədər hamısına bölmək olur və böləndə də qalıq qalmır. İmam cavabını verir. Biz düşünərik, biz deyərək sabah öyrənib deyərəm, biz deyəndən sonra səhvimiz, deyər ki, hə, səhv etmişik, falan imiş cavab, mən səhv demişəm. Belə şeylər imamlarımızda olmaz. Niyə? Çünki onlar hər cəhətdən qüsursuzdular. Əhzab 33-cü ayə. Quranda ki, ric, olar paşlı hər bir cəhətdə. İmam deyir ki, həftənin günlərini ən böyük dərəcə var, ən böyük çərçivə. Ona vur. 360. 7 vursan, ona bilir neçə? 2520. 360 dərəcə. Həftənin günə vursan, ən böyük dərəcəyə. 2520. Başqa rəqəmlər də var. Mən bunu deyirəm ki, bu daha zehnimizə qalsın. Həftənin günə vurur, ən böyük dərəcəyə. 360 vurulur 7, 2520. 2520 də 1-dən 10-a qədər hamısan bölünür və qalaq qalmır. Yaxşı. Mən sizə başqa yolla deyim. Amma eləsən buyurur ki, 1-dən 10-a qədər olan rəqəmlərinin tərkibində hansısının tələffüzündə ayn hərfi var. Hansında var? 4-də var rəb'un, 7-də var səb'un, 9-da var tis'un, 10-da var əşrun. 4, 7, 9, 10. Deyir, ərəb dilində 1-dən 10-a qədər olan rəqəmlərin içərisində hansının tələffüzündə ayn hərfi varsa, onu bir-birinə vur, eləyəcək 2520. 4-ü 7-yə, 7-9, 9-u 10-a, həmin rəqəm eləyir ki, o da bölünür
ona, birdən ona qədər hamısan bölün və qalıq da qalınır. Bu dərs barəsində qısa məlumat. Əhrufu səbə, səbə 7-dir. 7 hərflər. Hərflər nə deməkdir? Deyirlər ki, mən xülasəsini qeyd edim. Hərf bəzi deyir ki, 7 qiraət növü. Yəni, sən 7 növ oxuya bilərsən. Qapını bağla deyə bilərsən. Deyir, nə olsun, məsələn üçün deyək. Məsələn, Quranda Allah Teala qapını ört deyib. Eyni mənadır, sinonim. Bunu demirsən, onu əvəzləyən söz deyirsən ki, həm mənadır. Bədilər ki, 7 hərfdən məqsəd 7 qiraət növüdür. Yəni, onu sən 7 növ oxuya bilərsən. Bədilər ki, 7 hərfdən məqsəd qiraət deyil, 7 mövzudur. Quranda 7 mövzu var. Adındır, baxın, bizim mövzumuz budur. Maraqlı və dərin. Dərin ki, çox bu barədə danışılır deyə. İndidən deyim, bunun sabitliyi yoxdur. Ya hədisləri bir-birinin əksinədir, hədislər ya bir-birinin əksinədir, ya da ki, nətər əksinə, bir yerdə, o da 2 ilə bölək, hərflər, rəvayətlər bir-birinin əleyhinədir. Ya, ümumiyyətlə, bu rəvayətlər etibarsızdır, belə deyim, başlayayım. Bu 7 hərf məsələsi, xülasə indirəndiyim, yadca qalsın. Ya hədislər etibarsızdır, İkinci mərhələ, 7 hərf rəvayətlərini qəbul etmirlər bəzi alimlər. Üçüncü, bu rivayətlər biri-birlə ziddir. Birində deyir ki, 7 hərfdən məqsəd 7 qiraətdir. Biri deyir ki, nədir? 7 mövzudur. Bax, mən 3 hissəyə böldüm. Rivayətləri qəbul etməyən alimlər, rivayətlərin hədis elmində zəifliyi və rivayətlərin içərisində özlərinin bir-birinə fərqli ziddiyyətli mənaları bərabərdir nə? Bu qədər elə burada 3-ünü sayadıq elə biz. Bu qədər burada ziddiyyət olduğu halda, problem olduğu halda biz onu necə qəbul edək? Məsələn üçün, qız oğlan evliyində basan ki, məsələn, qız və oğlan müəyyən cəhətlərdən boşluğu var. O, kim həd cavab verər, kim o qız alar, kim həmin oğlana həd cavab verər. Bunun nə qədər boşluğu var? Mən əvvəl demişəm, biz borcu deyilik ki, hər rivayəti qəbul edək.